Salam əziz müdavimlər, Xızı Abşeron Regional Təhsil Dairəsi və Şirvan Regional Təhsil Dairəsinin yaratdığı ən son imtahan proqramına əsasən süni intellekt haqqında, süni intellekt alətləri haqqında test salınıb. Ya daha doğrusu material salınıb imtahana. Bununla bağlı mən sizin üçün test hazırlamışam 30 sualdan ibarət. Gəlin bunların izahına baxaq. Süni intellekt nədir? Süni intellekt nədir? Kompüterin insan intellektinə bənzər, necə deyək, fikirlər irəli sürməsidir. İnsan bacarıqlarına uyğun şəkillər yaratması, mətnlər yaratması, cədvəllər yaratması, məsləhətlər verməsi və s. və axır. Ona görə də B variantını götürəcəyik. ChatGPT hansı məqsədlə istifadə olunur? Mətin yaratmaq, suallara cavab vermək və ideyalar yaratmaq. Gemini hansı şirkətin intellektual xidmətidir? Gemini Google-a aiddir. Microsoft Copilot üçün, Copilot əsasən nə üçün istifadə olunur? Microsoft Copilot müxtəlif tapşırıqlar hazırlayır süni intellektlə və həmin tapşırıqlarda mətin, Excel cədvəli və s. və yəni OPS proqramlarına uyğun belə deyək tapşırıqlardır. Süni intellektdə sual və ya hər hansı bir tapşırıq nə adlanır? Prompt adlanır. Prompt nə deməkdir? AI-yə verilən təlimat və ya sorğu deməkdir. Canva-da süni intellekt hansı məqsədlə istifadə edilə bilər? Canva-da süni intellekt dizayn və onların məzmununu yaratmaq üçün. DALL-E əsasən nə yaradır? DALL-E əsasən yaradır şəkillər. Süni intellektlə hazırlanmış mətnin əsas çatışmazlığı bilirsiniz nədir? Özünüz də hazırlayanda yəqin ki görmüş olarsınız. Bəzən özündən uydurma məlumatlar verir. Yanlış məlumatlar verir. Yəni tam olaraq doğru, təhrifsiz məlumat verə bilmir. AI-da alınan məlumat nə zaman yoxlanmalıdır? Nə zaman yoxlanılmalıdır? Siz xüsusilə spesifik bir şey soruşursunuzsa, bu xəstəliklə əlaqədar ola bilər, vacib məsələ ola bilər. Yəni faktoloji və vacib məlumatlarda. Süni intellekt müəllimə necə kömək edir? Dərs və test hazırlamağa kömək edir. Yəni dərs planı və test. AI ilə, yəni süni intellektlə təqdimat hazırlamaq olur, mümkündürmü? Bəli, mümkündür. AI alətlərindən istifadə zamanı şəxsi məlumatlar, həssas və məxfi məlumatlar, kart hesabı məlumatları, ondan sonra nəsə xüsusi sosial şəbəkə hesablarıdır, şəxsiyyət vəsiqəsi seriya nömrəsi, bunun kimi xüsusi vacib məlumatları heç bir süni intellekt platformasında paylaşmaq olmaz. Çünki biz hələ bilmirik orada təhlükəsizlik qaydaları nə dərəcədə qorunur, məlumatların müxtəlifliyi nə dərəcədə qorunur. 14. Süni intellekt hansı sahələrdə istifadə olunur? Təhsildə də, tibbdə də, maliyyədə də istifadə olunduğu üçün hamısında cavabını götürəcəyik. AI-də şəkil yaratmaq üçün hansı məlumat daha faydalıdır? Ətraflı prompt sözü. Yəni əmr olaraq yazırıq ki, məsəl üçün mənə ətraflı bir prompt hazırla. Bu prompt şəkildir. Şəkilin elə bir təsəvvürlərin verirsən də, bütün ətraflı məlumatın verirsən. AI hansı formatda məzmun yaratmağa kömək edə bilər? Mətn də yaradır, şəkil də yaradır, təqdimatda, yəni hamısını. Süni intellektdə cavabına kör-körənə qəbul etmək düzgündür? Xeyr, düzgün deyil. Biraz araşdırmaq lazımdır. AI-da testi hazırlayarkən müəllim nə etməlidir? Sualların düzgünlüyünü, cavablarının düzgünlüyünü, bir də mövzuya uyğunluğunu mütləq yoxlamalıdır. Bəzən səhv cavablar verə bilir. Süni intellekt hansı işləri sürətləndirə bilər? Mətin yazmaq, tərcümə etmək və ideya yaratmaq hamısını sürətləndirə bilər. AI-nin halüsinasiya etməsi nə deməkdir? AI-nin inandırıcılığı o qədər yüksəlir ki, amma yüksək dərəcədə də yanlış məlumat verir. Elə ətraflı, elə bəzəyir ki onu, yalancı insanlar kimi məlumata biz inanırıq. B variantı. Perplexity və AI üçün Perplexity kimi AI alətlərinin əsasən nə üçün faydalıdır? Məlumat axtarışı və araşdırma üçün daha faydalıdır. AI-da mətni tərcümə etmək mümkündürmü? Bəli, mümkündür. Süni intellektin öyrənmə prosesinin əsas üstünlükləri nələrdir? Konkret olaraq fərdi izahlar verə bilir. Ona görə də A variantını götürürük. AI alətində 5-ci sinifin faizlər mövzusu 10 test hazırlamaq, hazırla yaz nə deməkdir? Prompt vermək, yəni əmr vermək, göstəriş vermək deməkdir.
AI ilə təqdimat hazırlayan zaman nə vacibdir? Məlumatların düzgünlüyü mütləq yoxlanılmalıdır. Süni intellekt hansı işi görə bilməz? İnsan kimi real həyatda bütün məsuliyyətləri tam şəkildə öz üzərinə götürməz. Hətta onlar bizə konkret olaraq sual verəndə, o sənə sadəcə deyir ki, get araşdır, bu istiqamətdə səni yönəldə bilərəm. Hər şeyi öz üzərinə götürə bilməz. Yəni, inisiativ deyilən bir şey var. İnisiativ bizim instinktімizdir, 6-cı hissimizdir. Bəzən biz işdə, həyatda hər şeyə nə qədər mükəmməl bilsək də, 6-cı hissimizlə də, məsuliyyətlə də necə eləyə bilirik, hərəkət edə bilirik. AI tərəfindən yaradılmış məlumatın müəllim tərəfindən yoxlanması əsas səbəbi nədir? AI-də səhv və qeyri-dəqiq məlumatlar yarana bilər və bu səhvlər aradan qaldırılmalıdır ki, şagird, tələbə, məzun bu barədə yanılmasın, səhv istiqamətə getməsin. Süni intellektin etik istifadəsinə hansı etik istifadəsinə aiddir? Yenə dediyim kimi, məxfi məlumatlarımız, özəl məlumatlarımız, şəxsi şəkillərimiz, yəni elə bir adi məsəl üçün sən dizayn üçün şəkil verə bilərsən, amma xüsusi paylaşılmamalı olan şəkillər və ya montaj üçün istifadə edici şəkillərdən, şəxsi məlumatlarımızdan, kart hesabımız, şəxsiyyət məlumatlarımız, yaşadığımız ünvan kimi tam konkret məlumatları süni intellektdən paylaşmaq olmaz. Aşağıdaşlardan hansı AI alətidir? ChatGPT də AI alətidir, Gemini də, Microsoft Copilot-da. Bizim müəllimlərin ən çox istifadə etdiysə Microsoft Copilot-dur. Ən sonda cavablar da buradadır. Əgər istəsəniz, məndən sonra özünüz də testləri bir neçə gün sonra təkrar edib yaza bilərsiniz. İmtahan üçün rəy bildirməyi, hazırlıq üçün qruplara yazılmağı istəyirsinizsə, rəylərdə bunu bildirin. Eyni zamanda bütün imtahan materiallarını ödənişlə əldə edə bilərsiniz. İmtahanın proqramına tam uyğun olan kitabımızı 15 AZN ödəməklə əldə edə bilərsiniz. İmtahanda hər birinizə uğurlar.